Salam, biz bugün DİM test toplusunun informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi mövzusuna aid suallara baxacağıq. 29-cu sualdan davam edirik. 3 səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. 3 səhifəmizi çəkək və bunların həcmi 2600 bayta bərabərdir. Daha sonra deyir ki, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. Bu deməkdir ki, məsələn, birincidə x isə digərində 3x olacaqdır. Digərində isə 9x olacaqdır. Baxın, birinci səhifə digərindən 3 dəfə azdır həqiqətən də. İkinci səhifə isə üçüncüdən 3 dəfə azdır. Və burada deyir ki, ikinci və üçüncü səhifədə neçə simvol var Unicode kodlaşdırma sistemində. Biz buradan toplayacağıq, bu eləyəcəkdir. 13x bərabərdir 2600 bayt, x də bərabər olacaqdır 200-ə. Biz x-imizi 200 tapdıqdan sonra ikinci və üçüncünü soruşduğuna görə yerinə qoyan zaman burada olacaq 600 və 1800 olacaqdır. Deməli, bizim həcmimiz 600-dürsə, deməli, burada Unicode-da neçə dənə simvolumuz var ki, onun həcmi 600 bayt eləyibdir. Deməli, bizim 300 dənə simvolumuz var ki, onun həcmi 600 bayt eləyib. Neçə dənə bəs simvolumuz var ki, onun həcmi 1800 bayt eləyibdir. Biz bilirik ki, Unicode-da bir simvol 2 baytdır. Yəni, bizim deməli 900 dənə simvolumuz var ki, onun həcmi də 1800 bayt etmiş olsun. Ona görə cavabımız olur 300 və 900. Olur B variantı. 30-cu suala baxırıq. Rəng dərinliyi 256-ya bərabər olan nöqtədən ibarət olan qrafik təsvir yaradılmışdır. Nöqtə və yaxud piksel eyni bir şeydir. Bu təsvirin rəng dərinliyini 16-ya endirsək həcmi necə dəyişər? Burada rəng dərinliyi dediyi üçün, yəni bizim düsturumuz var. H bərabərdir piksellər vurulsun i bit. Burada biz rəng dərinliyi 256-dan 16-ya endirən zaman 256-nı 16-ya bölərik və olar 16, yəni 16 dəfə azalar. Variantlara baxırıq ki, burada yoxdur. Burada yəni rəng dərinliyi deyil, yəni yanlış verilibdir. Burada rəng palitrası verilsə, o zaman burada yəni palitradakı rənglərin sayı yazılmalı idi. Sayı. Bu zaman belə olacaq idi. Yəni böyük yenimiz 256 idi. Buradan tapacaqdıq ki, i'miz 8-dir. Yenə palitradakı rənglərin sayı 16-ya endirsək, olacaq idi n 4-ə. 8-dən 4-ə düşdüyünə görə 2 dəfə azalacaq idi. B variantı olacaq idi. Yəni deyirəm, burada rəng dərinliyi deyil, palitradakı rənglərin sayı olacaq olsa, yəni bu yolla həll olunacaq idi. Çünki rəng dərinliyi ilə həll edəndə variantda yəni cavab çıxmır. 31-ci suala baxırıq. Təqdim olunmuş ikilik kod 16 simvollu əlifba ilə kodlaşdırılmışdır. Bu kodlaşdırma əlifbası ilə hansı sözü düzəltmək olar? 16 simvollu əlifba dediyinə görə biz burada n-imiz 16-dır. i-mizi tapan zaman 4 olacaqdır və deməli biz bunu sağdan sola 4-4 hissələrə ayıracağıq. Bu qayda ilə. Məsələn, birinciyə baxın, 1, 1, 0-dır. Biz bunu A deyək. Baxaq görək, ondan varmı burada 1, 1, 0, 3 dənə 1, bir dənə 0 olan var. Baxırıq ki, yoxdur. İkinciyə baxırıq. Burada 1, 0, 1, 0-dır. Bura məsəl üçün 1 deyək. Baxaq görək, 1, 0, 1, 0 var. Baxırıq ki, yoxdur. Sonra C-yə baxırıq. 0, 1, 0, 1-dir. Baxırıq ki, bu dördüncü də eynidir. Ona görə burada C yazırıq. 5-ci, 6-cıya baxırıq. Bunlar da fərqlidir. Buna D, buna da Y yazırıq. Biz bilirik ki, 6 simvollu söz düzəltmək olar. Və burada məsələn, müəllim sözü 7-dir, gedir. Burada olacaqdır, burada da 7-dir.
Burada da 7-dir. Qalır bizdə 2 variant. Elə buradan da çıxırsan, amma belə deyim, D variantı çıxır zaten. Amma belə lap uyğun, bir-birinə uyğun variantlar verilmiş olsaydı, birinci hərf fərqlidir. Yəni elə bir hərf olacaq idi ki, ondan 2 dəfə istifadə olunmasın. Baxın, amma 3-cü və 4-cü hərfdən 2 dəfə istifadə olunmalı idi. Burada da həqiqətən baxın, 3-cü və 4-cü hərflər eynidir, digərləri isə fərqlidir. Bu qayda ilə də tapmaq olar. 32-ci suala baxırıq. Raster görüntünün çevrilməsi zamanı ümumi renk çaları 4096-dan 8-ə qədər azalarsa, informasiya həcmi necə dəyişər? Düsturumuz var ki, h bərabərdir, piksel sayı vurulsun i-yə. Burada enimiz 4096-dır. N bərabərdir 4096. İ'mizi tapan zaman 12 eləyəcəkdir. N bərabərdir 8-ə qədər azalsa, bu zaman n bərabərdir 8, o da i'miz olacaqdır 3. i bərabərdir 3. Belə olacaqdır. 12-dən 3-ə gedirsə, deməli 4 dəfə azalıbdır. Çünki burada həcmimiz bizim i'dən asılıdır. Piksel sayından asılı deyil. Çünki piksel sayı dəyişmir. 12-dən 3-ə də düşən zaman i'miz 4 dəfə azalacaq. Olacaq C variantı. 33-cü suala baxırıq. Mətn faylının hər səhifəsində 32 sətr və hər sətirdə 64 simvol var. 80 səhifədən ibarət olan bu fayl ASCII kodlaşdırmasında yazılıbsa, onun həcmi nə qədərdir? 2 baytla tapın. Bizim düsturumuz var. Sətir vurulsun. Səhifə. Bir dənə səhvələdim. Səhifə vurulsun simvol, vurulsun i bərabərdir həcmə. Burada səhifədə 32 sətr dediyinə görə yazırıq 32 sətr. Hər sətirdə 64 simvol var, simvol 64. Hər 80 səhifə dediyinə görə 80-də yazırıq bura. İ'miz isə ASCII kodlaşdırmasında bilirik ki, 1 baytla tapılır, bərabərdir həcmə. Baytdan da 2 baytla ifadə eləyin deyir deyə, baytdan da 2 bayta keçən zaman 2 üstü 10-a böləcəyik. Bu eləyəcək 2 üstü 5, bu da 2 üstü 6 da eləyəcək 2 üstü 11 vurulsun 80, bölünsün 2 üstü 10. Bunlar ixtisar gedəcək, qalacaq burada 2. 2-ni də 80-ə vuranda olacaq 160, yəni D variantı. 34-cü suala baxırıq. Mətn faylının hər səhifəsində 32 sətr və hər sətirdə var. Eyni məsələdir. Burada da eyni düsturla tapılacaqdır. Sətr sayı vurulsun, simvol, vurulsun səhifə, vurulsun i. i'miz də Unicode-da bilirik ki, 2 baytdır, bərabərdir həcmə. Deyir 2 baytla tapın. Yenə 2 üstü 10-a böləcəyik. 2 üstü 5, 2 üstü 6, 2 üstü 11 eləyəcək. 2 üstü 11 vurulsun 80, vurulsun 2 bayt, bölünsün 2 üstü 10. Bunlar ixtisar gedəcək. Burada qalacaq 2. 80-də 4-ə vuranda eləyəcək 322 bayt. Həcm. 35-ci suala baxırıq. Piksel veribdir, enimiz verilibdir, kodlaşır. Bu təzvirin həcmini soruşur. Bizim həcmli düsturumuz budur. H bərabərdir. A vurulsun B, yəni piksel vurulsun i. Burada biz n bərabərdir 2 üstü i'dən i'mizi taparıq. 2 üstü 16 bərabərdir 2 üstü i'yə, i də bərabərdir 16-ya. İndi burada aparıb yerinə qoyan zaman 256 vurulsun 256, vurulsun i, yəni 16 və i'miz bilirik ki, bitlə tapılır və 2 bayta çevirən zaman bunu 2 üstü 13-ə bölməliyik. Olur 2 bayt. Bu da eləyir 2 üstü 16, 2 üstü 16 bölünsün 2 üstü 13, vurulsun 16. Bunlar ixtisar gedir, qalır burada 8. 8-i də 16-ya vuran zaman 2 üstü 3, 2 üstü 7 eləyir. O da 128 olmuş olur. 36-cı suala baxırıq. Ölçüsü piksel olan qrafik təsvirin informasiya həcmi 32 kibaytdır. Bu təsvirin rənglər palitrasında ən çoxu neçə rəng ola bilər? Bizdən soruşulan n-dir. N-i bilməyimiz üçün biz i-ni bilməliyik. N bərabərdir 2 üstü i düsturundan. Pikselimiz verilibdir. Həcmi bərabərdir. Piksel vurulsun, yəni A vurulsun, B vurulsun, i-dir. Buradan tapaq. Həcmimiz verilib 32 kibayt, 32 kibayt yazırıq və pikselləri yazırıq. 2 üstü 7 vurulsun, 2 üstü 7 vurulsun, i bit şəklində. Burada kibayt, hər iki tərəfi biz eyni vahidə gətirməliyik. 32 vurulsun, 2 üstü 13 bərabərdir 2 üstü 14 vurulsun, i bit. Hər iki tərəf bitdi bu arada. Bitə gətirdim çünki. Bu da olacaqdır. 2 üstü 5, 2 üstü 13, 2 üstü 18 bərabərdir. Bitlər ixtisar gedəcəkdir. Burada da qalacaq 2 üstü 14 i.
i də bərabərdir 2 üstü 18 bölünsün 2 üstü 14, o da qalacaqdır neçə? 2 üstü 4, yəni i'miz olacaqdır 16. i'mizi tapdıq ki 16, 16-nı da gətirib burada yerinə qoyuruq, o da olacaq n bərabərdir 2 üstü 16. Yəni cavabımız B variantı olmuş olacaqdır. 37-ci suala baxırıq. Ölçüsü A vurusun B piksel olan monoxrom rəngli raster qrafik təsvirinin informasiya həcmi 2 bayt olarsa A vurusun B aşağıdakılardan hansına bərabər ola bilər? Yenə düsturumuzu yazaq. H bərabərdir. Piksel sayımız vurulsun bizim i'mizə. İnformasiya həcmimizi 2 bayt verib. 2 baytı yazırıq. Pikseli elə A vurulsun B şəklində yazacağıq. i'miz isə monoxrom dediyi üçün ağ və qara rəngdir. Burada yəni olacaq 1 bit. 1 bit olacaqdır. 2 kilobaytı da biz bitə çevirməliyik. 2 üstü 13-ə vuracağıq. Bərabərdir. A vurulsun B vurulsun 1 bit. Hər tərəfdən bitlər ixtisar gedəcəkdir. Bitlər ixtisar gedəcək. A vurulsun B bərabər olmalıdır 2 üstü 14-ə. Biz də buradakı variantlara bir-bir baxmalıyıq. Hansı 2 üstü 14 edəcəksə, deməli cavabımız odur. Bura olacaqdır. Məsələn olacaq. Birinci olacaq 2 üstü 10 vurulsun, 2 üstü 9. Bunun cavabı 2 üstü 19'dur. Deməli, mənim axtardığım cavab bu deyil. Çünki mən 2 üstü 14'ü tapmalıyam. Bu olacaq 2 üstü 7 vurulsun, 2 üstü 8 olacaq. Bu 2 üstü 15. Bura 2 üstü 5 vurulsun, 2 üstü 10. Bu da olacaq 2 üstü 15. Bura 2 üstü 9 D variantı. 2 üstü 9 vurulsun, 2 üstü 8. Bu olacaq 3 üstü 17. Cavabım deyil. 2 üstü 8 Y variantında vurulsun 2 üstü 6 olacaq 2 üstü 14. Deməli, mənim axtardığım cavab Y variantıdır. 38-ci sualdan davam edirik. Burada qrafik təsvir nöqtədən ibarətdir. True, Color, RGB rənglər palitrasında rənglənmişdir. Qrafik təsvirin informasiya 2 baytla həcmini tapın. Yenə H bərabərdir. Piksel sayı vurulsun i bitlə tapacağıq. Burada H-ımızı soruşur. H bərabərdir. A vurulsun B'miz 2 üstü 8 vurulsun 2 üstü 9'dur. RGB'də də bilirik ki biz burada olacaq 24 bit. Və bizə 2 baytla dediyi üçün biz bunu 2 bayta çevirəndə bitdən 2 bayta gedəndə 213'ə bölməliyik. Burada da olacaq 217'ni 213'ə böləndə qalacaq burada 16. 16'nı da 24'ə vuranda olacaqdır 384 2 bayt. Yəni B variantı. Otuz 9-cu suala baxırıq. Palitrasında 256 rəng olan qrafik təsvirin informasiya həcmi bu qədərdir. Təsvirin ölçüləri aşağıdakılardan hansına bərabər ola bilər? Biz buradan rəng olan palitrasında dediyinə görə n'imiz 256'dır. 256. i'mizi tapa bilərik. i'miz olacaqdır. i bərabər olacaqdır 8'ə. Bizim də düsturumuz var da. H bərabərdir. A vurulsun B vurulsun i'dir. H-ımızı yerinə yazaq. 128 2 baytı. Bərabərdir. A vurulsun B-ni soruşur. Elə olduğu kimi qalacaq. i'miz də olacaq 8 bit. Bir tərəfdə 8, bir tərəfdə 2 baytı deyə 2 üstü 7 vurulsun. 2 baytı bitə çevirək. 3 üstü 13 bərabərdir. A vurulsun B vurulsun 8 bit. Bu da buradan ixtisar gedəcək 207 ilə belə deyim 220 eləyəcək bura. A vurulsun B bərabərdir 2 üstü 20 bölünsün 2 üstü 3. O da qalacaq 2 üstü 17 bit. Biz biti də ixtisar hər tərəfdən aparsaq elə 2 üstü 17 olacaqdır. İndi variantlara baxacağıq. Hansı bizə 2 üstü 17'ni versə, deməli cavabımız odur. Çünki piksel sayını soruşur. Piksel sayı görək hansındadır. Bura eləyir 2 üstü 9, 2 üstü 10'a vuranda eləyir 2 üstü 19. Çünki əsaslar eyni olanda qüvvət üstləri toplanır. 2 üstü 9, 2 üstü 8, elə 2 üstü 17 eləyir. Axtardığım cavab B variantıdır. Digər variantlara baxaq. Bu üçün qüvvət heç yazmaq olmur. Bu 2 üstü 8, 2 üstü 18 olur. 2 üstü 8'dir. Yəni 768'i gərək parçalayasan, orada 3 falan var da. Yəni ona görə biz konkret 2 üstü 17'ni tapmalıyıq. O da B variantında. Əgər 40-cı suala baxırıq, əgər rəngdəliyi 9 bit olarsa palitradakı rənglərin maksimal sayı neçə olar? i'mizi 9 bit verib. n'imizi soruşur. n bərabərdir 2 üstü i'dən. i'nin yerinə 9'u qoyuruq. O da eləyəcək 512 D variantı rəng sayı olacaqdır.
41-ci suala baxırıq. Raster qrafik təsvir faylının çevrilməsində onun yalnız rəng palitrası dəyişmişdi. Nəticədə faylın həcmi 4 dəfə azalmışdı. Əgər çevrilmədən sonra 4 rəng çalarlı təsvir alınmışdısa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunmuşdu? Biz bilirik ki, H bərabərdir düsturumuz A vurulsun B, yəni piksel sayı vurulsun i-yə, rəng dərinliyinə. Rəng palitrası dəyişibsə, deməli i-miz dəyişibdir. Yəni həcmlə rəng dərinliyi asılıdır. Burada deyir nəticədə faylın həcmi 4 dəfə azalıbdır. Həcm 4 dəfə azalıbsa, deməli i 4 dəfə azalıbdır. Əgər bunu yəni yadımızda saxlayırıq. Deyək çevrilmədən sonra 4 rəng çalarlı təsvir alınıbdır. Yəni n-imiz bərabər olur 4-ə. Biz də buradan i-mizi tapırıq ki, 2 üstü i-dən tapırıq ki, bura deməli bizim i-miz 2 imiş. İndi hal-hazırda 2-dir. Deyək çevrilməyə qədər neçə rəng çalarından istifadə olunub. İndi hal-hazırda bizim rəng çalarımız 2 idi. Əvvəl də 4 dəfə azalıbsa, həcmimiz 4 dəfə azalanda bilirik ki, i-miz də 4 dəfə azalıbdır. Deməli indi 2 idisə, neçə imiş ki, 4 dəfə azalanda 2 veribdir. Deməli i-miz bizim 8 imiş. I-mizin ilkin qiymətini tapırıq 8. Deyək çevrilməyə qədər neçə rəng çaları var? Rəng çaları da bilirik ki, böyük n-dir. N bərabərdir 2 üstü i-dən 2 üstü 8 olur. O da olur 256. Yəni cavabımız A variantı olmuş olur. 43-cü suala baxırıq. Avtomatik fotokamera ölçülü raster qrafik təsvir yaradır. Bu halda şəkil faylının informasiya həcmi 300 KB aşmır. Palitrada olan rəng çalarlarının sayı maksimum neçə ola bilər? Yenə düsturumuzla tapırıq. H bərabərdir A vurulsun B vurulsun i bitlə. H-ımız 300 kibaytdır. 300 kibayt ilə bitə çevirək. 213-ə vururuq. Bit bərabərdir. 210, 1024 yazıram. Vurulsun 600. Vurulsun i. Burada 600 ilə 300 gedir ixtisar, qalır 2. Burada eləyir 211 i bərabərdir 213-ə. Bunlar da ixtisar gedəndə qalır burada 202. I də bərabər olur 4. I-ni tapıram 4. Maksimum sayı dediyinə görə n-mizi soruşur. N də bərabərdir 2 i düsturundan 2 4 olur. O da bərabər olur 16-ya. Yəni cavabımız 42-ci sualda Y variantıdır. Daha sonra 43-cü sualda qrafik təsvirin çevrilməsi nəticəsində palitrada rənglərin sayı 16-dan 256-ya qədər artırılıbdır. Bu dəyişikliklərdən sonra təsvirin həcmi necə dəyişər? Bilirik ki, H bərabərdir A vurulsun, B vurulsun, yəni piksel sayı vurulsun, i rənglərini. Burada deyir ki, rənglərin sayı 16-dan 256-ya. İ'miz burada 4-dən, n bərabərdir 256-dan. N bərabərdir 16-dan tapırıq ki, 4-dür. N bərabərdir 256-dan da 8-dir. 4-dən 8-ə artıbsa, deməli, təsvirin həcmi, yəni həcmdə görürük ki, i-dən asılıdır. I də 4-dən 8-ə artıbsa, deməli, 2 dəfə artıbdır. Olur D variantı. 44-cü suala baxırıq. 81 səhifəli mətn faylının son səhifəsində tutumu bu kilobayt olan şəkil var. Digər səhifələrin hər birində 32 sətr, hər sətirdə 64 simvol mövcuddur. Unicode-da kodlaşdırılmış bu faylın informasiya həcmini hesablayın. 81 səhifəlik olanda son səhifədə şəkil var. Bir dənə səhifəmizdə bizim şəkil var. 704 KB. Bunu yadımızda saxlayırıq kənarda. Digər səhifələr mətn sənədinin kodlaşdırılması düsturunu bilirik ki, sətr vurulsun, 32 sətr vurulsun, simvol 64, vurulsun səhifə sayı 81. Unicode-da kodlaşdırılıb deyir deyə vurulsun 2 bayt. Baytdan da faylın informasiya həcmi. Burada 2 baytdır deyə, elə burada da biz bunu baytdan 2 bayta keçə bilərik. Yəni bölək 210-a 2 bayt olsun. Variantlara baxırıq ki, hamısı 2 bayt megabaytlandır. Ona görə bölürük. Buraya eləyir 211 vurulsun 81 vurulsun 2 bölünsün 210. İxtisar gedir. Qalır 4 vurulsun 81 2 bayt. O da eləyəcəkdir 4, 324. 324 ilə də 704-ü toplayacağıq. Olacaq 8, 1028, 2 bayt. Üzr istəyirəm. Burada 81 səhifənin bir dənə səhifəsində, son səhifəsində tutumu deyir. Yəni onu konkret verib də, mən niyə 81 bura yazıram ki, o bir səhifənin tutumunu verib zaten. Biz burada ona görə 80 yazmalıyıq. 80-i də 4-ə vuranda olur 320. 320-nin də 704-ü toplayanda eləyir 1024 kibayt. 1024 kibaytım da megabayta çevriləndə 1024-ə bölünür, o da eləyir 1 megabayt. Yəni B variantı.
45-ci suala baxırıq. 128 səhifəlik sənədin cüt səhifələrində ölçüsü piksel var və rəng palitrasının köməyi ilə kodlaşdırılıb. Qrafik təsvir var. Qalan səhifələrin hər birində simvol var. Unikodda kodlaşdırılıb. Bu sənədin informasiya həcmini tapın. 128 səhifənin bilirik ki, 64-ü cütdür. 64-ü cüt. 64-ü təkdir. Deyir ki, cüt səhifələrin ölçüsü bu qədər piksel olan, yəni biz qrafik təsviri tapmaq üçün səhifənin sayını 64-ü vuracağıq 512-yə, vuracağıq 256-ya pikselə. Rəng palitrası, yəni N, i-mizi də tapanda eləyir 8, vuracağıq 8-ə bitlə. Və burada biz bunu tapacağıq ki, yəni 64 dənə səhifənin, bir səhifəni tapanda piksel sayı vurulsun, i bitdi. Amma 64 səhifədə dediyinə görə biz bunu da 64-ə vurmalıyıq və burada cavab 2 bayt megabaytlandır deyə gəlin bunu biz çevirək elə biz bunu şeyə də çevirə bilərik. Megabayta da çevirə bilərik. 2 üstü 23-ə bölək. Bu eləyəcək 2 üstü 9, 2 üstü 9, 2 üstü 8, 2 üstü 6. 2 üstü 6, 2 üstü 9, 2 üstü 8 vurur 2 üstü 3 bölünsün 2 üstü 23. 17, 2 üstü 20 eləyir. 2 üstü 26-nı da 2 üstü 23-ə böləndə 2 üstü 3 qalır. O da eləyir 8. Tapırıq ki, 8 megabaytdır cüt səhifədə. İndi tək səhifələri tapaq. Tək səhifələri tapan zaman burada özü veribdir Unikodu falan, simvolu da veribdir. Səhifəni də bilirik ki, 64 səhifə vurulsun 8192 vurulsun 2 bayt Unikodda verdiyi üçün. Və baxım burada başqa nə var? Heç nə. Bunun da baytı da megabayta çevirəndə 220-yə böləcəyik. 8192 bilirik ki 1024 vurulsun 8 deməkdir. O da eləyir 213. 213, bu da 206. 2 üstü eləyir 19. 220 ilə. 220-ni 220-yə böləndə 1 megabayt eləyir. 8 megabaytla da 1 megabaytı toplayanda eləyəcək 9 megabayt. O da olacaq cavabımız burada B variantı. Yenə deyirəm, burada 128 səhifə deyir, cüt səhifələr bilirik ki, 128 səhifədən cütü 64-dür, təki 64-dür. Təkləri ayrı tapıram, cütləri ayrı tapıram və variantlara baxıram ki, hər biri kilobayt, megabaytlandır. Ona görə mən elə rəqəmlərimi kiçiltmək üçün megabayta çevirirəm. Tapıram, cütdə 8 megabaytdır həcm var, təkdə də 1 megabaytdır. Bunların cəmi də olur 9 megabayt. 46-cı suala baxırıq. Məlumat ASCII-də kodlaşdırılıb. Bu məlumat Unikoda keçən zaman həcmi 12 bayt artıbdır. Məlumat neçə simvoldan ibarətdir? Bizim düsturumuz var. SS, yəni simvol sayı vurulsun i bit bərabərdir həcmə. ASCII-dən SS elə olduğu kimi qalır. Bilirik ki, ASCII-də bir simvol 1 baytdır, yəni o da 8 bit. 8 bit bərabərdir h-a. Unikoda keçən zaman yəni SS vurulsun 16 bit. Bərabərdir 16 kilobayt artıbdır. H üstə gəlinsin 16 kb. Bunu tənliklər sistemi kimi həll eləyəcəyik. Burada qalacaqdır. Biz alt-alta çıxsaq əgər qalacaqdır. Bir dəqiqə 8x, SS-i x deyirəm. 8x bərabərdir 16 x və bit var yanlarında. O da qalacaq 16 kibayt. Burada eləyəcək 8x bərabərdir 16 kilobaytı da 213-ə vurub bitə çevirəcəm. Bölünsün 203. Bu da qalacaq 210. 16 vurulsun 210. Bu da eləyəcək 204. 204-ü də 210-a vuranda 214 olmuş olacaqdır. Buradan simvol sayını tapıram ki, elə 214-dür. Yəni 46-cı sualda B variantı. Burada yəni ən rahat yol budur ki, ASCII-də kodlaşdırılıb. Bildik ki, ASCII-də bir simvol 1 baytdır, yəni 8 bitdir. Yerinə yazıram, h olduğu kimi qalıbdır. Daha sonra h-ı 16 kibayt artıblar. Nə zaman? Unikoda keçəndə. Onu yazıram. Sonra bunları alt-alta çıxıram. Alt-alta çıxan zaman burada qalır 8 bit. SS-ə də x demişəm. 8 bit x bərabərdir. Burada da 16 kibayt qalır. Eyni vahidə gətirirəm hər iki tərəfi. Yəni hər iki tərəfi bitə gətirirəm və buradan x-i tapıram. X-imizi də yəni əvvəldən SS-ə x demişdim də, yəni simvol sayına. Oradan da tapıram ki, 214 simvoldan ibarətdir. 47-ci sualına davam edirik. Müəyyən kodlaşdırma sistemində hər bir simvol 32 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 3 səhifədən ibarətdir. 3 dənə səhifəmizi çəkirik.
Hər səhifədə informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcminə 2 dəfə azdır. Yəni məsələn, bura x-dirsə, bura olacaq 2x, burada olacaq 4x. Baxın, həqiqətən də ikinci səhifə məsələn birincidən 2 dəfə azdır, üçüncü səhifədə ikincidən 2 dəfə azdır. Deyir ümumi həcmi 560 baytdır. Toplayırıq və bərabər eləyirik 560 bayta. Bu da eləyir 7x bərabərdir 560 bayt, x də bərabər olur 80 bayta. Biz burada nəyi soruşur? Bizdən ikinci və üçüncünü soruşur. Burada da ikinci və üçüncünü tapanda yazaq məsəl üçün ikincidə 2x demişəm. İkinci səhifə olur 160 bayt. 160 bayt. Üçüncü səhifədə olur 4-ü 80-ə vuranda 320 bayt. Və burada bizə deyir ki, hər bir simvol 32 bit yer tutur. Bir dənə simvolumuz elə bil ki, biti də gəlin bayta çevirək, 4 bayt yer tutur. Bir dənə simvolumuz əgər 4 bayt yer tutursa, 160 bayt yer tutan neçə simvolumuz var? X-i tapırıq buradan. X bərabər olur 40 simvola. Və yaxud digərini tapaq. Bir simvolumuz 4 bayt yer tutursa, neçə simvolumuz 320 bayt yer tutar? Yəni 320-ni 4-ə bölürük, eləyir 80 simvol. Cavabımız olur 40 və 80. O da A variantı olur. 48-ci sualına davam edirik. Kompüter sisteminin qeydiyyatından keçmək üçün hər bir istifadəçiyə 15 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Verildikcə elə şərtli yazaq. Şəxsi şifrə üstə gəlilsin, əlavə məlumat verilir. Baxın, burada da deyir ki, bir istifadəçinin qeydiyyatı üçün 16 bayt tələb olunur. Bərabər olur 16 bayta. Daha sonra biz baxırıq ki, burada bizə nələr verilibdir. Bizə deyir ki, şifrədə yalnız bu simvollardan istifadə edilə bilər. Bunların fərqi yoxdur, nə olsun. Bir dənə baxırıq, görək burada neçə dənə simvol var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvol var. 11 simvollu əlifbada bir simvolun həcmi olur. Bu 11 bilirik ki, 2 üstü 3 ilə 2 üstü 4 arasında yerləşir. 4 bit olur. Bir dənə simvolun həcmi. Burada da bizə nə deyir? 15 simvollu şəxsi şifrə deyir. 15 simvollu şəxsi şifrə dediyi üçün bir simvolun həcmi də 4 bitdir. 15-i neçə olacaq? 2x. X də bərabər olacaq 60 bitə. Biz də bura yazacağıq 60 bit. Və burada da belə bir şərt verib ki, hər bir elə bir şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Yəni bu o deməkdir ki, biz buradakı biti yəni yuvarlaqlaşdırıb tam yazmalıyıq. Yəni biti bayta çevirən zaman tam bölməliyik. Məsələn, 60 biti biz 8-ə böləndə axı tamlanırıq. Ona görə biz 60-ı 64 götürəcəyik, 64 bit. 64 biti də 8-ə böləcəyik, eləyəcək 8 bayt. 8 bayt üstə gəlinsin. Əlavə məlumat bərabərdir 16 bayta. Buradan da əlavə məlumatı tapanda 16 baytdan 8 baytı çıxacaq, qalacaq 8 bayt. Olur cavabımız D variantı. 49-cu sualdan davam edirik. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçiyə 9 simvollu şəxsi şifrə və müəyyən əlavə məlumat verilir. Bu da 48-ci sualdakı kimidir. Şəxsi şifrə yazım. Üzərinə gəlsin əlavə məlumat. Burada da deyir ki, bir istifadəçinin qeydiyyatı üçün 10 bayt tələb olunur. Bərabərdir 10 bayta. Daha sonra biz baxırıq ki, burada neçə dənə simvol verilibdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvollu əlifba verilibdir. 11 simvollu əlifba bilirik ki, 2 üstü 3 ilə 2 üstü 4 arasında yerləşir və burada bir simvolun həcmi olur 4 bit. 4 bit olur. Bir simvolun həcmi. Burada da bizə deyir ki, 9 simvollu deyir şəxsi şifrə. Bir simvolun həcmi 4 bitsə, 9 simvollu simvol olacaq 2x. X də bərabər olacaq buradan 36 bitə. Yəni şəxsi şifrəni burada tapırıq ki, 36 bitdir. Sonra belə bir şərt verir ki, hər bir belə bir şifrə kompüter proqramında minimal və eyni tam bayt uzunluğunda yazılır. Yəni burada 36 biti biz 8-ə böləndə tamlı bir şey alınır. Amma burada deyir ki, tam bayt alınmalıdır. Ona görə 36 biti və minimal dediyi üçün biz bunu ən kiçik, yəni bir ədədə yuvarlaqlaşdıracağıq, belə deyim. Yəni məsəl üçün 40 eləyəcəyik ki, bunu biz böləndə həm minimal olsun, həm də bayt olsun.
olsun, tamla olsun. Məsəl üçün 36-nın üstə tutaq ki, biz lap 48 də eləyə bilərik. Amma bizə minimal dediyi üçün biz olacaq bu 40 bit. 40 biti də bayta çevirəndə tam bayt dediyi üçün 8-ə böləcəyik, eləyəcək 5 bayt. Tapacağıq ki, şəxsi şifrə 5 baytdır. 5 bayt üstə gəlsin əlavə bərabərdir 10 bayta. Buradan da əlavə məlumatı tapmaq üçün əlavə məlumat bərabər olacaq 10 baytdan da 5 baytı çıxanda 5 bayt. Yəni cavabımız C variantı. 50-ci suala baxırıq. Kənan İsmaili ötürmək üçün kod cədvəli düzəldir və hər bir İsmailsizdə əlifbasının bütün 4 hərfli kodlarını uyğunlaşdırır. Kod bu şərtləri ödəməlidir. 4 hərfli kod dediyinə görə 4 dənə xəttimizi çəkəcəyik. 3, 4. Kod bu şərtləri ödəməlidir. B hərfi ya kodun ikinci mövqeyində istifadə olunur, ya da kodda heç istifadə olunmur. Deməli, burada bizə 2 şərt verir. Hər hərf təkrarlana bilər. Kənan neçə müxtəlif kod istifadə edə bilər. Deməli, biz gəlin birinci qaydada buradanı B götürək. Əgər B götürən zaman digər birinci üçün, yəni birinci addım, birincidə 4 seçim olacaqdır. Digərlərində də təkrarlana dediyi üçün 4 seçimimiz olacaqdır. Və biz buradan hasilə tapacağıq. O da olacaqdır 4 vurulsun, 1 seçimimiz var ikincidə. Çünki özü şərt deyib ki, ikinci mövqedə B istifadə olunsun sadəcə. Vurulsun 1, 4 vurulsun 1, vurulsun 4, vurulsun 4. O da eləyəcəkdir 64. Digər ikinci halı deyir ki, yəni və yaxud istifadə olunmasın. Yenə 4 xəttimizi çəkəcəyik və burada B istifadə olunmayacaq. Bu zaman yenə birinci hal üçün 4 seçimimiz var, ikincidə də, üçüncüdə də və dördüncüdə də 4 seçimimiz mövcud olacaqdır. Və biz buradan tapacağıq ki, bu da eləyəcək 356. 356 ilə də 64-ü toplayan zaman eləyəcək 320. Yenə şərtdə baxırıq. Burada baxın, şərtdə bizə deyir ki, B hərfi ya ikinci olsun, ikinci mövqedə dayansın, ya da ki, heç istifadə olunmasın. Birinci, ikinci mövqedə hesablayırıq. Bizim digər hallar üçün 4 seçimimiz qalır və təkrarlanan dediyi üçün 4 seçimimiz olur. İkincidə isə, ikinci halda isə B-dən istifadə etmirik, digər hərflərdən istifadə edirik və hər bir mövqe üçün 4 seçimimiz mövcud olur. Oradan da tapırıq 256 və 64-ü də toplayan zaman olacaqdır 320. Bu günlük bu qədər. Sağ olun.